Köçəri həyatın mənzərəsi. Axır ki, Züleyxa ərə getdi. Mənim isə yeganə arzum boşanmaq idi. Cəmil İstanbuldan mənə tez-tez məktub yazırdı və yalvarış dolu bu məktubların hər biri qara xəbərlər kimi mənə əzab verirdi. Zərfləri aşandan sonra məktubun yaxşı xətlə yazılmış sözləri gözümü ağrıdır. Sətirlər arasından heç vaxt görmək istəmədiyim sifət sezilirdi. Məktublarda bir tərəfli məhəbbətin köhnə tarixçəsi xatırladılırdı. Bu məhəbbətin bir üzü əzab çəkir, o bir üzü isə susurdu. Həmin məhəbbətə öz tariximizin qalmaqallı günləri də qarışırdı. Mən olmasaydım, Cəmilin özü İstanbula gəlib orada tənha qalmazdı. O tək başına Bakını, bolşevikləşmiş Bakını belə tərk edib, bu yad diyara gəlib düşməzdi. Onun İstanbulda nə hörməti, nə pulu, nə dostu, nə də gələcəyə ümidi var idi. Mən isə əlindən çıxıb uzaq Parisə düşmüşdüm. Məktublarda onun maddi və mənəvi müflisliyinin sədaları duyulur, mən isə özümü həm günahkar, həm də günahsız sayırdım. Ona nifrət edir, həm də yazığım gəlirdi. Məni sevdiyinə görə ona kim bəsləyir, eyni zamanda bir kişiyə əzab etdiyimə görə qadın qüruru duyur, kinolardakı qəddarlar kimi əzab verməkdən həzz alırdım. Bölünmüş bir ürəyin ziddiyyətli hisslərinə mənim kimi bələd olan az tapılardı. Mən mərhəmət naminə onun məktublarına cavab verir və ürəyimdəki İstəyimi söz arası ona çatdırmağa çalışırdım. Ona çatdırmaq istəyirdim ki, yenidən birləşməyimizi nə ürəyim, nə də cismim qəbul etmir və bu fikrin özü belə mənə əzab verir. Əminə söz arası mənə anlatmışdı ki, atam özü də mənim könülsüz ərə getdiyimi bilir və mənim boşanmağımı mümkün sayır. Boşanma fikri hər dəfə mənə qanad verir, arzular, ümidlər aləminə aparırdı. Naxışlı, gümüş üzlük çəkilmiş kiçik Quranı əlimdə tutur. Onu müqəddəs kitabdan çox bir cadu vasitəsi saysam da, Allaha yalvarırdım ki, boşanmağıma imkan yaratsın. Bu hadisə mənə böyük azadlıq, Cəmilə isə əzab və uğursuzluq gətirəcəkdi. Taleyin qismət etdiyi ilk günahı qarşılamağa hazırlaşırdım. Cəmillə ikimiz taleyin mərhəmətsizlik etdiyi zavallı məxluqlar idik. Ailəmiz bir müddət idi ki, yaxşı dolanırdı. Bu yaxşı güzəran isə bizə mirvari məsələsinə görə nəsib olmuşdu. Yəni demək istəyirdim ki, atam gözəl bir mirvari boyunbağını yaxşı qiymətə sata bilmişdi. Və bu pulun sayəsində biz bir müddət qayğısız, gələcəyin fikrini çəkmədən yaşaya bilirdik. Atamın özü də gələcəyi fikirləşməkdən çəkinir. Üzünü Allaha tutur, inanırdı ki, var dövləti verən də odur, alan da. Boş yerə canfəşanlıq etməyinə dəyməz. Onun əsas məğlubiyyəti masa üzərində kart düzüb fal açmaq, saatlarla vaxt itirmək, lazım gələndə öz istəyi naminə kart düzümünü saxtalaşdırmaq idi. Bəzən onun kart düzərkən bilərəkdən etdiyi səhvləri, saxtakarlığı görsəm də üzə vurmağa cəsarətim çatmırdı. Əminənin məşğuliyyəti daha rəngarəng olmasa da evə bir xeyir gətirmirdi. Əksinə onun məşğuliyyəti hələ xeyli xərc tələb edirdi və havayı məşğuliyyətlə müqayisəyə gəlməzdi. O qadın dəlləxanasına və dərziyə gedir, hələ oranın havası ilə yaşayan və bizim kimi müflisləşsələr də hələ özlərini yüksək cəmiyyətdə sayan bir dəsti mühacir qadınla mahyong oyununa girişirdi. Ögey qardaşım isə göz qabağındaca tərbiyəçinin nəzarəti altında boya-başa çatırdı. Tərbiyəçi də öz yaşını və vəziyyətini nəzərə almadan mənə görünbaxım eləməyə çalışır, gələcək arzularından danışarkən məni də öz arzularında təsəvvür etməklə əsəblərimi korlayırdı. Amma onun sözlərini tez unudur, hər səhər yuxudan oyananda Parisdə yaşadığımı,
və subay qız vəziyyətində olduğumu fikirləşib sevinirdim. Züleyxa ərə gedəndən sonra gələcəyə ümidim daha da artmışdı. Evimizdə masa ətrafına toplaşıb, oyuna başlayan qadınlara çay verir, yerə düşən yaylıqları qaldırır, onlar istəyəndə çantalarını gətirir, oyunarası fasilələrdə söhbətlərdə qulaq asır. Əvvəllər məni təəccübləndirən boşboğazlıqlara adət etməyə başlayırdım. Ən çox xoşladığım iş isə bazar günləri Jose Zugilə getməyim idi. Mən Jose ilə Züleyxanın adını birləşdirib bir ad yaratmışdım. Onların evində köşəri bir həyat duyur və ömrüm boyu ən çox xoşladığım iki şeyi, sərbəstlik və fantaziyanı orada tapırdım. Onların ətrafına biraz dəlisov, amma xoşa gələn bir sənətkar dəstəsi toplanırdı. Bu evə bircə dəfə gələn sonra təkrar qayıdırdı. Buranı Babel qülləsi, rəssam emalatxanası, yüksək cəmiyyət salonu, xəyallı korrido güşəsi, hətta ticarət yeri də adlandırmaq olardı. Çünki onlar dolanmaq naminə bəzək şəkilləri də çəkib satırdılar. Onların evində hər dəfə bir yönümdə, bəzən bir neçə yönümdə söhbətlər gedirdi. Burada müxtəlif Avropa dillərində, başqa az işlənən dillərdə, məsələn, elə doğma Azəri dilində, yaxud Çeçin və Gürcü dillərində danışmaq olurdu. Gülüşlər, mübahisələr, savaşlar da olurdu və ev sahibləri daha çox öz aralarında savaşırdılar. Çünki hər ikisinin təbiəti çılğın idi. Züleyxa nə qədər çalışsa da, Jose'nin emalatxanasında səliqə sahman yarada bilmirdi. O ilk növbədə evin tozunu almağa, sonra Jose'nin evə səpələnmiş əşyalarını səliqə ilə yığmağa, daha sonra həyat uğrunda mübarizədə böyük təcrübə qazanmış siçanlarla mübarizə aparmağa çalışırdı. Çox bilmiş siçanlar Jose'nin qurduğu tələlərin yerini ustalıqla götürür, sıçan qəfəslərinə qoşulmuş yemi məharətlə çıxarıb aparır, zəhərlənmiş buğdanı iştahla yeyir, amma zəhərlənmirdilər. Axırda evə 3 erkək pişik gətirməli oldular. Pişiklərin 3-ü də iri və kök idi. Ərköyü böyümüşdülər. Əzizlənməyi və sığallanmağı xoşlayırdılar. Onlar müftəxorluq etmirdilər. Öz ovları ilə dolanmaqla yanaşı, üstəlik rəssamlara model kimi də xidmət edirdilər. Jose və Züleyxa pişiklərə elə böyük rəğbət bəsləyirdilər ki, onlara siz deyə müraciət edirdilər və başqalarından da bu cür rəftar tələb edirdilər. Bəziləri soruşurdular, axı pişiklərin belə yüksək hörmətə nə ehtiyacı? Hörmətdən düşmüş adamlar isə pişiklərin taleyinə, ələxsus onların azuqə rahatlığına qibtə edirdilər. Belələrindən biri də İvan Petroviç idi. Adından göründüyü kimi o Rus mühaciridir. O tənha, tənbəl, əyyaş həyat sürür, başqalarının yeməyi və borclar hesabına yaşayırdı. Bu adam Parisin ən məşhur yalançısı idi. Onun uydurmalarına hər bir yazıcı qibtə edə bilərdi. Əgər məclisdə Einsteinlə danışılarsa, İvan Petroviç dərhal söhbətə qoşulur və hansısa bir nahar vaxtı böyük alimi özünün riyazi biliyi ilə çaşdırdığı barədə ətraflı danışırdı. Trotskinin adını çəkən olsa, həmin dəqiqə İvan Petroviç özünün bir tanınmış inqilabçı ilə gizli görüşü zamanı ona bəzi məsləhətlər etdiyini və məhz həmin məsləhətlərə məhəl qoymadığına görə də məğlub olması barədə söhbət edirdi. Əgər kimsə Qırqovulovu yaxud Saloniyada Dovşan ova haqda söhbət salsa, İvan Petroviç hüzünlü bir təbəssümlə özünün Sibir meşələrindəki ayı ovundan, bəzən ölümdən qorxmayaraq ayını öz əli ilə öldürməsindən danışırdı. Gözəl qabiliyyəti, üzünün ifadəliyi ilə də o, bütün dinləyiciləri özünə cəlb edə bilirdi. Yalan danışdığı bilinsə belə, cəzb olunmuş həmsöhbətləri heyranlıqla ona qulaq asırdılar. İvan Petroviç uca boy və sarışın idi.
Söhbət vaxtı mavi gözləri ilə ətrafdakıları ofsunlayır. Lazım olanda əyani vasitə kimi müxtəlif səsləri yamsılayır, qatar kimi fit çalır, quş kimi cəhcəh vurur, vərəmli xəstə kimi öskürür, ayı kimi nərildəyirdi. O çox yaraşıqlı olduğundan adamlar onun yalanlarına əhəmiyyət vermir, söhbətlərinə qulaq asırdılar. Yeri gəlmişkən, onu da yada salaq ki, müftəxorluq rusların çar hakimiyyəti qədər qədim ənənəsidir. Bu ənənə Rus ədəbiyyatında dönə-dönə təsvir olunub. Görəsən nə üçün sosioloqlar müqəddəs Rusiyanın özünə məxsus və onun öz tarixi ilə bağlı olan bu ənənəsini tədqiq etməyiblər? Görəsən orada bu ənənə hələ də yaşayırmı? Yadımdan çıxıb deyim ki, Jose Zu emalatxanası qapalı bir həyətdə yerləşirdi və yaxın qonşusu yox idi. Bu şərait də imkan verirdi ki, başqa sakinlərə əziyyət vermədən gecə yarıdan keçənə qədər kef məclisi qurasan. Bu adacıqda, bu arxain şəraitdə Jose Zu bazar günləri sərbəst məclis toplamağı xoşlayırdı və buraya hər kəs öz imkanına uyğun bir payla gəlirdi. İmkanı olmayanlar əliboş da gələ bilərdilər. Əsas şərt məclisə həvəs göstərmək idi. Elə bu həvəs də yığıncaqdakı sərbəstlikdən yaranırdı. Burada hamı istədiyi kimi sərbəst ola bilərdi. Hamı yeyir, içir, mübahisə edir, gənclik hərarəti ilə rəqs edir, cürbəcür oyunlar çıxarırdı. Təsadüfi günlər olurdu ki, əsl korridoya bənzəyən tamaşalarsız keçirək. Jose ilə onun əmisi oğlu şair Almeriya korrido azarkeşləri idilər və bu mövzuda tez-tez sərt mübahisələr edirdilər. Balaca, arıq Almeriya parıltılı gözlərini bərəldərək cəld hərəkətlə qırmızı parçanı qapır, onu Jose'nin qarşısında oynadaraq deyirdi: "Hə, gəl görüm, sənin qandığın bir şey yoxdur, buynuzun ələ keçəcək." Sonra isə əsl korrido ustası kimi lazımı hərəkəti nümayiş etdirirdi. Jose pərt olur, fransız, ispanca qarışıq söyüşlər söysə də Almeriya əhəmiyyət vermir. Ehtiyatla öz oyununu davam etdirirdi. Almeriyanın bu cəhəti onun maraqlı roman obrazlarına, qəribə tipə bənzədir. Səliqəsiz, şikli görkəmi, maddi vasitə etinasızlığı və başı pozulduğu adamı təəccübləndirirdi. Görəsən o iş yuyunurdu mu? Görəsən dost-tanış evlərindən başqa bir yerdə çörək yeyə bilirdimi? Heç olmasa şəxsiyyətini təsdiq edən bir vəsiqəsi vardı mı? Bütün gecələrini ya öz otağında tək qalıb yazmaqla məşğul olur, ya da dost-tanışlarının yeyib-içmək məclislərində çənəsini işə salırdı. O danışmağı yeməkdən üstün tuturdu. Beyni cürbəcür qarışıq fikirlərlə dolu idi və elə ki bu fikirlər qaynayıb dilə gəldi, o mövzunu başa vurmayınca dayanmaq bilmirdi. Almeriya çox savadlı olduğundan başladığı mövzu da çox gec sona yetirdi. Məhəbbət mövzusuna daha çox meyl edirdi və bu barədə danışanda səsi daha şikayətli ahəng alırdı. O qadınlardan şikayətlənir, onu saymadıqlarına görə gileylənirdi. Onlar məni görmürlər, lap gözümün içinə baxanda da məni görə bilmirlər, deyirdi. O daim məhəbbətin yolunu gözləyir, məhəbbət isə ondan qaçırdı. Almeriya bu sahədəki canfəşanlığını havai zəhmət adlandırırdı. Doğrudan mı boş yerə zəhmət çəkirdi? Bu zəhmət onun şeirlərində daha yaxşı duyulurdu və şeir onun həyatının əsası idi. Bir gün onunla küçədə rastlaşdım. Tək idi. Amma əl-qolunu oynadaraq öz-özü ilə danışırdı. Keçib getmək istəyəndə o xəyaldan ayılıb məni gördü. İlk dəfə idi ki, təklikdə görüşürdük. Mən tələyə düşmüş kimi 15 dəqiqə onun deyinməsinə qulaq asmağa məcbur oldum. Deyirdi ki, mən də başqa qadınlar kimi onu görməməzliyə vurur, onun varlığına əhəmiyyət vermirəm. Bu saymamazlıq isə onun üçün ölümə bərabərdir. Mən bu adamdan çəkinirdim. O Dostoyevski kimi yazıçıların bir roman obrazına dönə bilərdi və onun xasiyyətinin bütün cizgilərini
açmaq asan iş deyildi. Josezunun ətrafında toplanmış, əsasən İspan, Rus və Qafqazlılardan ibarət böyük kosmopolit dəstəyə fransızlar da qoşulmağa başlamışdı. Mən Joachimin nəslindən olan Michel Murat haqqında sizə danışmışdım və bilirik ki, onun atası fransız, anası isə Gürcü şahzadəsi idi. Başqa bir fransız, Baron Berwick də adlı sanlı bir nəslin nümayəndəsi idi. O, Fransa marşalı adı almış, ikinci Jacques'in oğlu Berwick-Ducou Jacques Stuart'ın nəslindən idi. Adı da az təsadüf edilən və şərəfli adlardandır. Helion yaraşıqlı kişi idi. Həvəskar teatra olan marağı imkan verirdi ki, biz də onunla klassik tamaşalara baxaq. Belə tamaşalarda o, gənclik illərində aktrisalıq etmiş məşuqəsi ilə birgə baş rollarda oynayırdı. Məşuqənin özü məzəli qadın olsa da, Yeznəmin ona etdiyi məzəli və bəzən də kobud zarafatlara çox vaxt dözə bilmir, əsəbləşir və bizi güldürürdü. O zarafatdan inciyib, af-uf edir, "Jüzel çək" deyə əsəbləşir, qızarır, ayağa qalxıb getmək istəyir, sonra qayıdıb yerində otururdu. Növbəti yığıncağımıza da mütləq gəlirdi, çünki bizim məclisimiz başqalarına bənzəmirdi. Mühacirliyin artdığı bir dövr olduğundan dəstəmizdə həm məşhur soyadlılara, həm də soyadı adi olsa da özü yaxşı tanınmış şəxslərə rast gəlmək olurdu. Belələrindən biri Moskvanın çox varlı taciri, impresyonizmi tez qavrayıb. Bu mövzuda çoxlu tablo alıb toplamış məşhur bir kolleksiyaçının oğlu İvan Ştukin idi. Bizim Vaniçka adlandırdığımız bu adam gözəl rəsm əsərləri arasında böyümüş və incəsənət sahəsində dərin bilik qazanmışdı. Onun rəsm sənəti haqqında söhbətlərinə çox maraqla qulaq asırdıq. Hələ yaxşı ordenlərlə dolu əla bir çar generalımız da vardı və onu yaraşığına görə Rus kaberələrindən birinə rəqqas qəbul eləmişdilər. O Gürcü idi və Gürcü mahnılarını doğma vətəninin hələ Bizansla qonşuluqda böyük bir krallıq olduğu dövrün avazı ilə oxuyurdu. Tızavidze Ağ Qvardiyaşı kimi Sibir döyüşlərində olmuşdu. O müharibənin qalmaqalında arvadını və uşağını itirib 100 minlərlə adamın düşdüyü bəlaların ağrısını duymuşdu. Özü cavan olsa da saçı tamam ağarmışdı və qara, parlaq gözləri, düz və zərif burnu, özünün ümumi yaraşığı ilə adamı valeh edirdi. O Rus dilində Gürcü ləhcəsi ilə, eyni ilə onun qorxulu həmyerlisi Çuqaşvili Stalinin ləhcəsi ilə danışırdı. Gitara çalıb çox qəmli mahnılar oxuyur, sonra yavaş-yavaş şənlənir və nəhayət dəli kimi coşurdu. Bəziləri deyirdi ki, o ağıldan kəmdir. Lakin qabiliyyətinə diktə edənlər daha çox idi. Nəhayət o Amerikalı milyonçu bir qadınla evlənmişdi. Qadını öz işlədiyi kaberedə rəqsə dəvət etmiş, sonra onu ofsonlamışdı. Onun həm gözəlliyi, həm də ictimai rütbəsi qadını məftun etmişdi. Çünki Gürcü mühacirlərinin çoxu kimi o da knyaz sayılırdı. Josesu evində görünənlərin hər biri haqqında danışmaq fikrində deyiləm. Çünki onların çoxu kənarda qalırdı, ya öz xasiyyətlərinə görə, ya da onlardan asılı olmayan müxtəlif səbəblərə görə. Dəqiq ictimai mövqe seçə bilməmiş və rəğbət qazanmamışdılar. Bir kitaba, bir insana, bir evə rəğbət necə yaranır? Josesu evinə rəğbət yəqin ki, ilk növbədə onların özünə görə, sonra isə onların ətrafına toplaşan cürbəcür maraqlı adamların, mədəniyyət, din, mənşə fərqlərinə baxmayaraq ünsiyyət tapmış, qabiliyyətli adamların sayəsində yaranmışdı. Yeznəm Şəmsi bu adamları kasıblar dəstəsi, rəngsazlar adlandırır. Onlara qoşulmur və deyirdi ki, belələrini adətən varlı ağalar dolandırır. Görəsən, o həmin ağaların və özünün başına gələnləri unutmuşdu mu? Yox, unutmamışdı. Amma fikirləşirdi ki, bu müvəqqəti haldır. Rusiya dirçələn kimi hər şey dəyişəcək. Mən isə bu arzuda deyildim. Neft quyularını da,
İslamı da, Qafqazı da, Parisin bu əlvanlığına, qorxulu anlarına hələ bələd olmadığım azadlıq işığına dəyişməyə hazır idim. Mən hələ azad değildim, amma azad olacağıma inanırdım. Hələlik isə qəlbimin dərinliyindəki xəyallarda yaşayır, müxtəlif adamların vasitəsilə artist həyatına yaxınlaşırdım. Jozezu evinə yığışanların vasitəsilə artist həyatından aldığım ləzzətin yolu beynəlxalq köçərilərin baş qərargahına tərəf uzanırdı. Elə topografik cəhətdən də bu yol uyğun gəlir. Don Rotond Kupol üçlüyünü keçib 10 alimin sahəyə enir və oradan Montparnasse çatırdı. Burada isə Dəlisov illər adlanan dövrün nümayəndələri ələxüsus görkəmli adamlar toplaşırdı. Bəli, həmin dövrə geniş götürsək, 1-ci Dünya Müharibəsinin sonundan tutmuş, 1929-30-cu illərin Böyük Depressiyasına qədərki dövr daxil idi. Biz heç bilmirdik ki, bu dövrə belə bir ad veriləcək. Amma biz öz mərkəzi ərazimizdə dəllicəsinə əylənirdik. Bu ərazi bütün dünyada məşhur olduğundan Parisə gələn turistlər Versaya, Sarıkör kilsəsinə baş çəkdikləri kimi buranı da görməyə gəlirdilər. 1925-27-ci illəri xəyalımda canlandıranda nələr görürəm? Gözümü yumub, xatirələr aləminə qərq olanda, Ronald zalının davamına bənzəyən geniş bir kafeni həm yerliləri çoxluq təşkil etdiyinə görə Jozenin xoşladığı kafeni xəyalıma gətirirəm. Burada üstü fincan, qədəh, şüşələrlə dolu dəyirmi masalar arxasında baş-başa vermiş adamları görür, ucadan danışıqları, şən gülüşləri, hello, zdravstvuyte, bonjour, guten tag və sairə salamlaşma sözlərini eşidirəm. Bu qarışıq milli nümunələr dünyanın bütün dillərində, bəzən də fransızca danışırdılar. Deyilənə görə rəssam Guy Arnaud öz qapısının üstündən üçrəngli Fransa bayrağı asıb və bayrağın üzərinə Fransa konsulluğu sözləri yazılmış. Beləliklə o, hamı üçün vətənə dönmüş bu yerdə yadlaşmış fransızlara sığınacaq düzəldilmiş. Özünün ürək açıqlığı sayəsində Jozenin tanışları get-gedə artır və hər yeni tanış da onun hesabına bir qədəh içmək üçün gəlirdi. Onun tanışları əsasən İspanlılardan ibarət idisə, Züleyxanın rus tanışları daha çox idi. Və onların əksəriyyəti rəssamlar idi. Yakovlev, Konçarova, Anenkov, Şukayev və başqaları müharibədən sonra öz yaradıcılıqlarını Parisdə davam etdirməyi üstün tutmuşdular. Çünki Rusiyada vətəndaş müharibəsi qurtarmış olsa da, onun ağrı acıları hələ davam edirdi. Məlumdur ki, Montparnasse ağ mühacirlər axışmamışdan əvvəl qırmızı mühacirlərdən Trotski, Lunaçarski, İlya Erenburg kimi tanınmış adamlar, ələxüsus onların ən məşhuru Lenin də Montparnasse olmuşdur. Bu da bir tarixi həqiqətdir ki, Lenin Montparnasse kafeleриndən çox buradakı milli kitabxanaya meyil göstərmişdi. O kitabxanaya səhər tezdən Rozmari küçəsindəki mənzilindən velosipedlə uzun bir yol keçib gəlirmiş. Onu da xatırlatmaq istəyirəm ki, onun yaşadığı mənzil indi muzeyə çevrilib və mənzilin bütün avadanlığı əvvəl olduğu vəziyyətdə qorunub saxlanılır. Bir vaxtlar Lilinin həm içində yuyunduğu, həm paltar, həm də qab-qacaq yuduğu kiçik tas hələ də oradadır. Elə bu tasın nümayiş etdirilməsi uzun-uzadı dissertasiyalardan da tutarlı sübutdur ki, heç olmasa yaşayış tərzində o vaxtla bugün arasında xeyli irəliləyiş var. Onun yaşadığı mənzil burjua stilli evlərdən birində yerləşirdi. Və indi belə evlərdə hamam otağı olmayan bir mənzil tapmaq olmaz. Lenin Parisdə 3 ilə yaxın qaldı. Çünki Rus inqilabçılarının mühüm bir hissəsi burada toplaşmışdı və o özünün məlum arzularını təbliğ etmək üçün bu əhatədən istifadə edirdi.
Həmin dövrdə o belə bir məşhur cümlə də yazmışdı. Heç mümkün deyil ki, özünün məşhur inqilabı ənənələri, mədəniyyəti, cəsarəti və mətin döyüşkənliyi olan inqilabçı Fransa proletariatı özünün güclü komünist partiyasını yaratmasın. O, Montparnasse-dakı toplantılara az da gəlsə, hərdən yaşadığı ərazidəki başqa bir kafeyə, Zambaq Çəpəri kafesinə gəlir və orada şahmat oynayırmış. Onun şahmat oynadığı masanı qonaqlara da göstərirdilər. Rus ziyalıları, ümumiyyətlə ruslar bu oyuna böyük maraq göstərirdilər. Dəlisov illər haqqında söhbətdən uzaqlaşıb, yeniyetmə vaxtı əksini sinəmdə gəzdirdiyim Lenin haqqında söhbətə keçməyimin səbəbi tarixi hadisələrdir. İnqilabdan az əvvəl özü mühacir olmuş bu adamın sayəsində sonralar buraya ağ mühacirlər axını başlamışdı. Əgər olmasaydı, nə mühacirlər mövcud olardı, nə də mənim yazdığım bu xatirə sətirləri. Birisi deyib ki, Tanrı düz yazıb, amma əyri xətlə yazıb. Onun rəqibi qaranlıqlar hökmdarı isə qarışıq yazıb və qarışıq xətlə yazıb. Elə buna görə də tarix belə qalmaqallıdır və onun içindən bəşəri həqiqətləri aramaq çətindir. İndi təsəvvür etmək çətindir ki, bir vaxtlar Montparnasse adlanan ərazinin sahəsi ancaq Montparnasse bulvarı, Raspay bulvarının bir hissəsi və onlarla kəsişən Grand Chaumier, Delambir, Bria, Stanislav və başqa küçələrinin müəyyən hissələrini əhatə edən bir neçə hektarlıq ərazidən ibarət idi. Amma bu ərazidə gələcəyin onlarla məşhur adamı yetişirdi. Bu adamların tam siyahısını vermək fikrində deyiləm, amma yadımda qalan bəzilərini, məsələn, elə Amerikalıları sadalayım. Özlərində gözəlliyi, qabiliyyəti və dramatizmi cəmləşdirilmiş qeyri-adi Zelda və Scott Fitzgeraldlar, Hemingway, Henry Miller, James Jones, Amerika elitasının görüş yeri olan Shakespeare və S. kitab mağazasının sahibi Silvia Beach, Rus slavyanları və Rus yəhudilərindən ibarət dəstədən Şagal, Kisling, Diaghilev, Stravinsky, Prokofiev, Kuprin, Sutin və s. Fugit, Modigliani, əsl adı Papa Diamantopoulos olan Morsas, Dioşiriko və Picasso kimilər isə özlərinin Montmartre ərazisindən Montparnasse tərəf təsadüfi hallarda düşürdülər. Sözün qısası, həmin istedadlar və dahilər arasından bəziləri böyük şöhrət qazana bildilər. Amma çoxları da uğursuzluq içində məhv oldu. Baskin Montparnasse haqqında deyirdi ki, bura gələnlər burada yaşamaq və burada da gəbərmək üçün gəlirlər. Elə bil, öz sözünə haqq qazandırmaq üçün o çox qəddar bir üsulla intihar etdi, amma Montmartre-da. Montparnasse mənşəcə bir kənd, üçlüyün birincisi Dom isə daxma sayılırdı. Bu dahilər mərkəzinin sonralar nəyə çevrildiyini gördükdə şəhərlərin, adamların, millətlərin necə dəyişməsi haqda xəyalı bir təsəvvür yaranır. Belə bir suala hələ cavab verən olmayıb ki, axı nə üçün Montparnasse belə bir tali qismət olub? Nə üçün bir vaxt adı əfsanələrə calanan bu yer bugün adi bir güşəyə çevrilib? Nə üçün incəsənət aləminin məşhurları da, uğursuzları da başqa yerə yox, məhz bura toplaşırdılar? Onları cəlb edən nə idi? Ucuz mənzil, ucuz həyat, yoxsa nə? Bunu bilmək çətindir. Amma bir şey məlumdur ki, Apollon və muzalara həsr olunmuş bu Mont-du-Parnasse-da, Parnasse dağı, hələ qədimdə də çoxlu yaradıcı və sadə adamlar yaşayıb, əylənib, çalışıb, sevişib, savaşıb, keyflənib, ağıllanıb, həlak olurdular və onları da bu yerə sənət və gözəlliyə vurğunluq cəlb edirmiş. Bunlar keçmişin xatirələridir. Amma hərdən Jose ilə Kompan Premier küçəsindəki
Kiçik qəhvəxanada olduğumuz anları dəqiq xatırlayıram. Və ola bilər ki, nə vaxtsa Zatkin və Modigliani ilə yanaşı oturmuşuqmuş. Bəs necə olub ki, sonralar məftun olduğum həmin yaraşıqlı İtalyanın gözəl sifətini o vaxt sezib beynimə həkk etməmişəm. Bu gənc Apollonun əynindəki məxmər kostyum Zatkinin ifadəsincə yağışların yuyub, günəşin yandırdığına görə əqiq kimi parıldayırmış. Bəlkə də bu kostyum bir vaxt gözümə dəyib, bəlkə də ona toxunmuşam da, lakin onu görə bilməmişəm. Elə buna görə də heyfslənirəm. Bəzən diqqətsizliyimiz bizi çox vacib xatirələrdən məhrum edir. İmkansızların çoxu ona görə İtaliyalı Rosalinin kafesinə gəlirdi ki, bu klassik qəlbli qarının rəssamlara rəğbəti var idi və onlara nisyə yemək verirdi. Deyilənə görə Modigliani özünün rəsm albomlarını da burada girov qoyur, sahibi isə həmin albomları zirzəmiyə atır və Siçovulların ixtiyarına verilmiş. Görəsən, həmin rəsmlərin taleyi necə olub? Jose isə heç vaxt nisyə yemək istəmirdi. Elə buna görə də Züleyxa ilə mən onun yanında başı uca, üzü ağ gəzirdik. Qara taleyini tez-tez ürək ağrısı ilə yada saldığım Modigliani haqqında bir neçə söz də demək istəyirəm. Təbiətən zadəgan Villonu xatırladan və təsadüfən bizim əsrdə yaşamış bu qəribə şəxsiyyət ömrünü spirtli içki və tiryəklə üzdü. Yəni, ləng, uzun müddətli bir intiharla öldü. Onun məşuqəsi Janna Happedorm Reim məlakəsi ləqəbi almış qadın sevgilisinin ölümünə dözə bilməyib, ikinci uşağa hamilə olduğu bir vaxtda özünü 5-ci mərtəbədən atmışdı. Bu iki sevgili intiharın iki növünü nümayiş etdirdilər. Ləng və qəfil intihar. Həyatdan getmək istəyənlər intiharın bu növlərini bəzən ağır səbəb üzündən, bəzən də şuursuz olaraq seçirlər. Hifziyyatın, dəyişkənliyin, spirtli içki və tiryəkin geniş yayıldığı Montparnasse-da intihar halları da geniş yayılmışdı. Amma bu halı bütün sənət adamlarına aid etmək olmazdı. Çünki böyüklü-kiçikli sənət adamları arasında təmkinlilər, özünü qoruya bilənlər də az deyildi. Kiçik rəssamlar arasında belə bir nümunə Jose idi. Hər bir İspan kimi anarxiyaya meyilli olsa da, o dönməz bir iradə ilə çalışır, işləyir, məqsədinə nail olur, dolanırdı. Böyük rəssamlardan nümunə göstərmək istədikdə isə yadıma Şagal düşür. Onun iş qabiliyyəti, müvazinəti, qarşıya qoyduğu məqsədə nail olmaq üçün göstərdiyi iradə ən gözəl nümunə idi. O özünün tərcümə halında uşaqlıq və gənclik illərinin, ilk yaradıcılıq dövrünün necə çətin keçdiyini yazıb. O əvvəllər Montparnasse-da pəncərəsinin şüşələri qırılmış bir emalatxana kirayə edilmiş. Və bunun ən yaxşı cəhəti də onda idi ki, hər 3 aydan bir cəmi 35 frank kirayə haqqı verilmiş. Amma bugün Montparnasse-da lap bütün şüşələri qırılmış bir rəssam emalatxanasının hər ayı üçün hətta qızıl pulla belə 12 frank kirayə haqqı barədə söhbət açmaq itmiş Atlantida əfsanəsinə bənzəyə bilər. Şagal yazırdı. Hər şey gözəl idi. Mən bütün gecəni işləyirdim. Onun gecə vaxtı işlədiyi tablonu zəif bir neft lampası işıqlandırırmış. Qonşu emalatxanadan incidilmiş naturaçı qadının hönkürtüləri, qışqırtıları, mübahisələr, İtalyan mahnıları eşidilirmiş. Şagal bazardan natürmorta layiq ölü toyuqları alıb gətirən Sutinin ayaq səslərini də eşidirmiş. O yazırdı. Bir həftədir ki, emalatxana süpürülmür. Döşəməyə şəkil çərçivələri, yumurta qabığı, ucuz şorba qabları səpələnib. Mən isə neflə yanan lampanın işığında böyük həvəslə işləyirdim.
Bu təsviri oxuyandan sonra Züleyxa ilə evlənməzdən əvvəlki subay Josenin emalatxanası yadıma düşür. Burada da eyni səliqəsizlik var idi. Hər tərəfə yumurta qabıqları səpələnmişdi. Əsas fərq isə onda idi ki, Josenin emalatxanasında elektrik lampası işıqlandırılırdı. Neft lampasının dövrü isə keçmişdi. Şaqalın yazısı adi bir sənətkarın həyat yolunun yığcam mənzərəsini verir. Burada hər şey var. Soyuq otaq, səliqəsizlik, azuqə çətinliyi, maddi sərvətə biganəlik və s. Amma hər şeydən çox nəzərə çarpan yaradıcılıq odu ilə yananların yaxşı hallarda uğur və qələbə qazanmasıdır. Xoşbəxt o sənətkardır ki, yaradıcılığın xülyarlarla dolu əzablı yolunu keçib, nəhayət xülyaların həqiqətə çevrildiyi günə qovuşa bilir. Vay uğursuzluqların halına! Montparnasse faciələrinin mənim kimi gənc və təcrübəsiz Qafqazlı hərifə dəxli yox idi. Mən də çox dərinə getmir. İçki məclislərində oturub şəffaflıqdan uzaq baxışlarımla adamları və əşyaları müşahidə edirdim. İrqilərin, millətlərin, dilləri qaynayıb qarışaraq rəngarəng bir kütləyə döndüyü bu qaynar həyata tamaşa etməkdən doymurdum. Axşamların çoxunu yeyib içmək, dinləmək, tamaşa etmək, salamlaşmaq və danışmaqla keçirirdik. Josesi dostları salamlaşıb növbə ilə və bizim masanın arxasında əyləşir, masanın üstündəki külqabı aşıb daşır, qədəhlər çoxalırdı. Əgər əvvəllər Jose bütün gecəni belə masalar arxasında içmək və mübahisə etməklə keçirirdisə, indi ailə qayğısı da çəkməli olurdu. Gecədən çox keçəndə, ələxsus şorgöz cavanlardan biri mənə çox görün baxım eləməyə çalışanda Jose məni evə qaytarırdı. Onun öz yaxın qohumlarının namus məsələsinə necə yanaşdığı məlum idi və məni də cavanlardan biri ilə tək qoymaq fikrini heç ağlına da gətirmirdi. Mən hələlik arzuladığım azadlıqdan uzaq idim. İncəsənət adamları aləmindən ayrılandan sonra öz otağıma çəkilirdim. Bu otaqda mən özümü subay qız kimi hiss edir, ərli qadın olduğumu unudur və bu yaddaşsızlığımı özüm himayə edirdim. Çünki belə bir vəziyyətdə həmişəki kimi xəyallarıma qovuşur. Xəyalların köməyi ilə isə gündəlik qayğılardan, sıxıntılardan, ümidsizlikdən xilas olurdum. Ertəsi gün isə mən yenidən gənc qızcığaz kimi evdə xidmətə başlayır, Əminənin başına toplaşmış dostlarına çay verir, onların mənasız söhbətlərinə qulaq asır, daha doğrusu qulaq asmaq əvəzinə xəyala dalırdım. Mən hey darıxır, fikirləşirdim ki, görəsən nə vaxta qədər xidmətçi vəziyyətində qalacağam? Nə vaxta qədər həm subay qız, həm də ərli qadın sayılacağam? Hansı möcüzə məni bu vəziyyətdən xilas edəcək? Möcüzə isə mən Parisə gəldiyim vaxtdan bir il sonra baş verdi. Özü də ən adi və təbii möcüzə idi. Ailəmiz həmişəlik müflisləşdi. Axırıncı mirvari boyunbağını da satıb yeyəndən sonra evin 2 xidmətçisini və kiçik qardaşımın müəllimini işdən çıxartmalı və gözəl məhəllədəki gözəl mənzilimizi tərk edib iş axtarmalı olduq. Həyatımızdakı bu yeniliklərdən bizim üçün ən çətini işləmək məsələsi oldu. Çünki heç birimizin sənəti yox idi. Daha doğrusu, heç birimiz nə əlimizlə, nə də beynimizlə çörək qazanmaq iqtidarında deyildik. Məlum məsələdir ki, talih çox vaxt insanlara əl tutur və bu dəfə də bizə müvəqqəti olsa da bir imkan yaratdı. Valideynlərimin dostlarından biri. Əvvəli bizim kimi varlı olmuş, burada isə özünə varlı ər tapmış bir xanım bizə kiçik bir mənzil və bir müddət dolanmaq üçün pul verdi.
Kiçik qardaşımı pansiyona qoydular. Mənim taleyimi həll etmək üçün ögey anamın başına ağıllı bir fikir gəldi. Mənim məşğul olacağım iş üçün nə böyük bilik, nə də xüsusi bir bacarıq lazım gəlirdi. Bədənin yaraşıqlı olması kifayət idi. Oxucuların ağlına başqa şey gələ bilər. Xeyr, Allah eləməsin. Söhbət mankenlikdən gelirdi. Və mühacirlər arasında bu işlə məşğul olan əsl şahzadə xanımlar var idi. Bu işdə xəcalətli bir cəhət yox idi. Əksinə elə demək olar ki, yaxşı işdir, çünki hər adamı manken vəzifəsinə götürmürdülər. Üstəlik, Əminə iş yerində fikirləşmişdi. O uzun müddət müştərisi olmuş, tanınmış Ward modalar evində mənə yer istəmişdi. Hələ başqa bir bəxtəvərçiliyim də var idi. Valideynlərimin başqa bir rəfiqəsinin hələ varlı idi. Sanco Mars küçəsindəki gözəl mənzilində yaşayacaqdım. Amma bir iş var idi ki, mən həmin mənzili özümdə yox, orada boş qalmış xidmətçi otağında yaşamalı idim. Necə deyərlər, bəy verən atın dişinə baxmazlar.